الحمد لله رب العالمين بارئ الخلائق أجمعين باعث الأنبياء والمرسلين والصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وطبيب نفوسنا حبيبنا وحبيب إله العالمين أبي القاسم مصطفى محمد اللهم صل على محمد وآل محمد وآله الطيبين الطاهرين المعصومين المنتجبين المطهرين المطهرين الذين أذهب الله عنهم الرجس وطهرهم تطهيرا ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي اللهم كل وليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا. Allah Teala bu söhbətləri xalisən lillah qəbul eləsin bizim hamımızdan və İmam Zaman Aleyhisselamın lütfün halımıza şamil eləsin. Bu xatirə Muhammed Ali Muhammedə salavat hədiyyə eləyir. Allahümmə salli alə Muhammed və ali Muhammed. Bəhsimiz təvəssül bəhsi idi. Keçən məclisdə biz ayələri qeyd elədik təvəssül haqqında. Dedik ki, Quranda kifayət qədər ayə var. Bu ayələr bizə aydınlaşdırır, başa salır ki, təvəssül etmək, Allahın huzuruna vasitə ilə getmək, nəinki şirk deyil, nəinki haram deyil, əksinə, Quran-ı Kərimin təsdiqlədiyi məsələdir, əmr etdiyi məsələdir. Ayə-i Kərimi buyurur ki, Təqullah vəbtəğu iləyhil vəsilə. Allahdan qorxun və ona tərəf vasitə ilə gedin, vasitə axtarın. Bu ayə özü bizi təvəssülə əmr edir. Təvəssülün ümumiyyətlə halal olması və hətta əmr olunmuş olması, mə'murun bih olması la şəkkə və la şübhə. Şək şübhə yoxdur bunda. Şübhə bundadır ki, təvəssül ayəsində vəbtəğu iləyhil vəsilə Allahın huzurunda vasitə, Allaha doğru vasitə axtarın, vasitədən istifadə edin, birbaşa getməyin Allahın huzuruna, bir şey tapın gedin, ümumidir ya müəyyən olunmuş vasitələr var. Təbii ki, mən namaz qılanda üzümü qibləyə tutub namaz qılıram. Yəni, qibləni vasitə bilirəm Allahın huzurunda ibadət etməyə. Təkcə bu Kəbəyə aiddir və qibləyə aiddir ya ümumiyyətlə başqa şeylərdə, başqa vasitələrdə var ki, adam onun vasitəsi ilə Allahın huzuruna gedə bilər və əgər varsa, onların hansı şərtləri var? Ayələr dedik keçən məclisdə. Yusuf surəsindən ayələr dedik. Nisa surəsindən, Ərəf surəsindən, Ər-Rəhman surəsindən, başqa surələrdən ayələr gətirdik. Xüsusən Yusuf surəsində açıq-aşkar təvəssülün prosesini bizə bildirir. Yusuf əleyhissalam, Yusuf-i Siddiq ki, böyük peyğəmbərlərdəndir, xalis olunmuş peyğəmbərlərdəndir, bütün həyatı Allahın tövhidinə bağlıdır, qəribə bir göstəriş verir, buyurur ki, aparın bu köynəyi, atın dədəmin gözünə göz atılacaq. Köynəyi vasitə qərar verir. Köynəyi
öz köynəyini vasitə qərar verir ki, Allah Taala dədəsinin gözünə şəfa versin. Və Yaqub Peyğəmbər ki, onun atasıdır, dədəsidir, o da demir ki, ay bala, sən niyə belə elədin? Və Allah Taala da demir, siz niyə belə elədiniz? Gözlərini açır Yaqub Peyğəmbər. O ayələrdən biri, bu da çox mühümdür, xüsusən biz ki, müharibə şəraitində yaşayırıq, Qarabağ kimi müsəlman torpaqlarımız küfrün əlindədir. İnşallah nə vaxtsa gedib almaq lazım olanda, əmr veriləndə bizə belə şeylər çox lazım olacaq. İnsana ruh yüksəkliyi verən şeylər, insanı Allaha imanını möhkəmlədən şeylər, qələbəyə inam, bunlar çox lazım olacaq. Bir ayə var Quran-ı Kərimdə, Bəqərə surəsinin 247-248-ci ayələri. Buyurur ki, Allah Taala bir Peyğəmbər göndərdi Bəni İsrailə və o Peyğəmbər gəlib dedi ki, Allah sizin üçün Talutu məlik seçdi, kral seçdi. Talut adlı bir nəfəri sizə başçı seçdi. Dedilər ki, Talut nə karədir, bizə başçı olsun. Onun nə mülkü bizdən çoxdur, nə var dövləti bizdən çoxdur, nə var dövləti genişdir. Əksinə biz ondan mülk barəsində, var dövlət barəsində daha güclüyük. O niyə bizə başçı olsun? Bu, cəmiyyətlərdə problemli məsələlərdəndir də. Təsəvvür eləyin. Məsələn, sabah İmam-ı Zaman əleyhissalatu vəssalam gəlsin, bu Mehdiyyədə ən o az ibadət edən, ən o sayılmayan, şükür Allah yoxdur belə adam, məsələn deyirəm. Ən o, məsələn, tənqid olunan, təhqir olunan bir nəfərdən başqa desin, heç birimizin imanı kamil deyil. Adam nə günə qalar? Nə daxı sən bunu bizdən üstün tutursan? Allahın meyarları başqadır. Allah Taala'nın meyarları başqadır. Və o adamlar ki, istəyirlər Allah Taala'nın dini rəhbərliyi barəsində meyarlarını bilsinlər, Allah cavabında buyurdu həmin qövmin. Nə buyurdu? O Peyğəmbər dedi ki, siz ki deyirsiniz, var dövləti yoxdur, imkanı yoxdur. İnnəllâhə stafahu aleykum. Allah onu sizdən seçib və zədəhu bəstətən fil ilmi vəl cisim. Allah ona yaxşı elm verib, yaxşı fiziki qüvvə verib. Ki, o dövrdə sərkərdə üçün lazımlı şeylərdən idi. Yəni, bir nəfəri mən rəhbər seçmək istəyirəm, dini rəhbər. Var dövlətinə baxacam, qohum əqrəbasına baxacam, xeyr, elminə və cisimlə. Vallahu yu'ti mulkəhu mən yəşə. Allah kimi istəyirsə mülkünü ona verir. Bu, bir növ adama qəribə gəlir, elə bir Allah Taala'nın dünyada, aləmdə nə istəyir eləməsi kimi görsənir, amma bu cür sadə deyil. Düzdür, Allah Taala kimi istəsə ona verər. Amma Allah mənim kimi, sənin kimi deyil ki, birindən xoşu gəlsin, ona versin mülki. Allahın istəyi qohum əqrəba istəyi deyil, övlad istəyi deyil. Allahın istəyi bu istəklərdən deyil. Allah istəyirsə deməli, o ən ləyaqətli adamdır. Hikmət əsasında istəyir. Allahu vəsi'un alim. Allah genişləndirən və biləndir. Özünüzdən hoqqa çıxartmayın, mən sizdən yaxşı bilirəm. Məqsədimiz bu ayədir. Bu əhvalatda belə bir şey var idi. Və qalə ləhum nəbiyyuhum. Və qalə ləhum nəbiyyuhum. Onların peyğəmbəri onlara dedi, İnnə ayətə mulkih. O ki, sizə rəhbərdir. Onun nişanəsi, əlaməti bilirsiniz nədir? Əlamətlər olur da. Ki, peyğəmbərliyinin əlaməti olaraq nə etməlidir? Möcüzə göstərməlidir.
Bunun əlaməti nədir? Buyurur, ən yətiyəkumut tabut, sizə bir tabut gətirir deyilər. Tabut ərəb dilində tabut formasında olan hər şeyə deyilir. Təkcə cənazə daşıyan tabuta yox, beşiyə də deyilir. İndi hər nə? Taxtı tabut kimi üstü örtülür. Sandıqsa, sandıq. Fihi səkinətun min rabbikum, o tabutda sizin Rəbbinizdən gələn bir aramlıq, bir sükunət, bir rahatlıq, asayiş var. Və bəqiyyətun mimmə tərəkə əl Musa və əl Harun. Və Musa peyğəmbərlə Harun peyğəmbərin nəslindən gələn, onların tərk elədiyi şeylər var, əşyalar var. Onlardan qalma yadigarlar var. Ki deyirlər, Həzrəti Musanın əsası orada idi, başqa şeylər orada idi. Təhmiluhul mələikə, onları mələklər gətirəcək. İnnə fī zəlikə lə əyətən ləkum in kuntum mu'minin. Əgər mömin olsunuz, burada sizə nişanə var. Tarix yazır. Musa peyğəmbərin həmin o qövmü ki var. Həmin Musa peyğəmbərdən qalma yadigarları həmin tabutda hər döyüşdə özləri ilə aparırdılar. Hədislərdə var. Haçan onu aparmırdılar, qələbə sala bilmir. Haçan aparırdılar, qələbə salırdılar. Tabut ha. Allah Teala tabut göndərir. Bu sizin əlamətinizdir. Bu peyğəmbərdən qalma yadigarlar, məsələn, indi paltar idi, əsa idi, nə idi, bunlar ki var, bunlar sizin qələbə simvolunuzdur. Yəni, görəsən, bizim Peyğəmbər Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və aleyhi və səlləmin qəbri ondan məqamca qat-qat aşağı olan Həzrəti Musa Peyğəmbər əleyhissalamın tabutu qədər təsirə malik deyil. Yəni, əstəğfirullah, əl-iyaz billah, Allah Teala qanun oyunu oynayır ki, burada mən deyirəm Musa Peyğəmbərin tabutunda əsər var, təsir var. Bu Peyğəmbərin də olar qəbrində əsər olsun. Yox, niyə? Mən deməmişəm ona görə. Allah o zaman qanunu dəyişər ki, zərurət hasil olsun. Hansı zərurət var? Yusuf Peyğəmbərin köynəyi təsir eləsin. Musa Peyğəmbərdən qalma tabut təsir eləsin. Nə təsir eləsin, amma bizim Peyğəmbər və imamlar təsir eləməsin. Həmin dövrdə ki, bunlar tabutu özlərindən gəzdirirlər və mələklər Allah tərəfindən onu gətirdilər ki, sizə əlamətli nişanədir. Həmin dövrdə Musa Peyğəmbər, Harun Peyğəmbər əleyhissalam, onların nəsli ölmüşdü, ölməmişdi. O təsir hardan qalmışdı orada? Deyəcəksən ki, Allah vermişdi. Allah burada veribdir. Hələ biz durub bunları ispat eləmək istəmirik ki, qardaş. İndi sən dur, hay, 200 saat ki, olmur. Olur da, fakt. Ariflər, övliyalar sürünüblər o qapılarda. Məqam qazanıblar, tövhid qazanıblar. Onların həyatına baxanda görürsən ki, onların həyatı Peyğəmbərə 1000% oxşuyursa, o ibadətləri, ziyarətləri, təvəssülləri qəbul etməyən adamların həyatı 1% oxşamır. Əgər bütpərəstliyə çəkib çıxardırsa belə şeylər, göstərin bir nəfəri, getdi ziyarətlərdə İmamın Peyğəmbərin qəbri oldu bütpərəst. Göstərin. Yox, əgər məqsəd budur ki, İslam, tövhid, ixlas, ancaq siz deyəndir, biz beynimizi tətilə göndərək, ancaq sizin beyninizdən işləyək. Yox, biz o oyunu oynamırıq. Allah bizə icazə vermir. İnnə fī zəlikə lə ayətən ləkum. Bu hadisədə sizə əlamət var, nişanə var, ayə var. İn kuntum mu'minin. Əgər mümin olsunuz. Əgər iman gətirsiniz. Bu da bir ayə idi ki, keçən bəhsin ardı kimi qeyd elədim. İndi bir başqa, həmin mövzuat başqa bir bəhs başlayırıq. Ümumiyyətlə, gəlin, təvəssülün İslam dinində olan
proseslərini nəzərə alaq. Nəzərdən keçirək. İslam dinində 3 cür təvəssül, 3 növ təvəssül təsəvvür olunur. 1. O təvəssülün mənasını keçən bəhsdə dediyimdə, təvəssül yəni, loru dildə misal vursam, mən Əhmədi vasitə edirəm, gedək Həsənin yanına mənə kömək edəm. Əhməd olur mənim vasitəm. Mən bu işə deyirlər təvəssül etmək. Təvəssül ərəbində özü caynaq atmaq deməkdir. Yapışarsana bir nətəyindən. Suda boğulan yapışar ha, o vadalazın quyruğundan, ayağından ki, məni də çıxart buradan. Qayıqdan yapışar. Əhl-i Beytin gözəl ibarələri var. Burada deyir təvəssül, əlat tut. Orada deyir ki, Əhl-i Beyt nicat gəmisidir. İstəyirsə boğulmayasan, əlat nicat gəmisinə. Süvar ol nicat gəmisindən çıx sahilə. Bu təvəssül, yəni kimisə vasitə edib bir şeyi əldə etmək Allahın huzurunda 3 növ təsəvvür olunur. Biri, o təvəssüldür ki, bütün müsəlmanlar deyirlər, düzdür bu təvəssül və olar. Və heç bir İslam məzhəbi arasında ixtilaf yoxdur bu sahədə. İkincisi o təvəssüldür ki, bütün müsəlmanlar deyirlər ki, olmaz. Bu təvəssül batildir. Üçüncüsü o təvəssüldür ki, bəziləri deyir olar, bəziləri deyir olmaz. Əslində bizim problemimiz bu üçüncüdədir. Əvvəlki 2 dənə də yox. O birinci ki, hamı deyir olar. Məsələn, Allaha təvəssül eləmək. Allahın özünə, öz zatına, onun adlarına və xüsusiyyətlərinə təvəssül eləmək. Açıq-aşkar Quran ayəsi buyurur ki, وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَدْعُوهُ بِهَا. Gözəl adlar Allahındır. Allahı o adlarla çağırın. İlahi, sana and verirəm qəhhariyyət və, sana and verirəm vəhdaniyyət və, sana and verirəm xaliqiyyət və, raziqiyyət və, sana and verirəm gözəl adları var. İlahi, Allahlığına xatir. Bunlar hamısı təvəssüldür Allahı, Allahın özün Allahın vasitəsi edirik. Bu barədə hədislər də var. Məsələn, Sihah-ı Sittənin alimlərindən biri olan Tirmizi öz səhih kitabında 5-ci cilddə 515-ci səhifədə 3475-ci hədisdə yazır. Peyğəmbər eşitdi ki, bir kişi Allaha belə dua edir. Allahümmə, ey mənim Allahım, inni əs'əlukə, mən səndən istəyirəm, bi ənni əşhədu ennəkə əntəllah, buna xatir istəyirəm ki, mən şahidlik edirəm ki, sən Allahsan, la iləhə illə ənt, səndən başqa Allah yoxdur. Əl-əhəd, əs-saməd, təksən, ehtiyatsızsan, Əl-ləzi ləm yəlid və ləm yuləd və ləm yəkulləhu kufuvan əhəd. Elə bir varlıqsan ki, doğmamısan, doğulmamısan, tayın bərabərin yoxdur. Bu sifətləri və şahidlik eləyib, sənə and verirəm, mənə filan şeyləri ver. Peyğəmbər buyurdu ki, sən Allahı ismi əzəmi ilə çağırdın. Əgər Allah bu adla çağırılsa, qəbul edər. Və kim ondan bu adların and verib nəsə istəsə, Allah Teala müstəcab eləyər. Bu, hamı tərəfindən qəbul olunan təvəssüldür, sənədində dedik. Sələfiyyənin ən böyük alimlərindən biri Şeyx Əbdüləziz İbn Baz deyir, təvəssül yalnız Allahın adlarına, xüsusiyyətlərinə və onun vəhdaniyyətinə aid olmalıdır. Bizə ki, səhih hədislərdə varid olur. Bunu da niyə dediyim? Ona görə ki, yəni, burada ixtilaf yoxdur. Burada heç bir məzhəbin içində ixtilaf yoxdur ki, təvəssül Allah Taala'nın zatına, sifətlərinə, xüsusiyyətlərinə, adlarına aid. Olar ya olmaz. Hamı deyir ki, olar. İbn Bazın da həmin o dediyi söz Məcmu'u fətavi və məqalət mütənəvvəə 4-cü cild 311-ci səhifə.
İkinci təvəssül ki, bütün müsəlmanlar tərəfindən qəbul olunur, Allaha təvəssül etməkdir imanın vasitəsi ilə, itaətin vasitəsi ilə. Ki, bütün müsəlmanlar şərikdirlər bundakı. Ayə ki var, həmin o Bəqərə surəsinin 127-ci ayəsi. Üzr istəyirəm. Nisa surəsi deyək ki, o üstündən çıxdı. Saat boyundan. Həmin o ayə ki, buyurdu ki, وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَ Allaha tərəf vasitə axtarın. Maidə surəsi 35-ci ayə. Bu ayənin təfsirində hamı şərikdir bu sözdəki. Allaha tərəf vasitə axtarın. O vasitələrdən ən mühümlərindən biri Allaha itaat eləməkdir. Bir nəfər Allaha ibadət eləməsə, Allahın sözünə qulaq asmasa, Allah onu dərgahına qəbul eləməz. İnsan öz əməli ilə, imanı ilə, itaati ilə Allahın huzuruna öz əməlini, imanını, itaatini vasitə qərar verir, gedir Allahdan istədiyini istəyir, Allaha doğru irəliləyir. Bunu böyük cəmaat alimlərindən olan Alusi Ruhul Məani kitabı 6-cı cild 124-cü səhifədə təfsir eləyir itaətləri yerinə yetirmək kimi. Vəbtəğu iləyhil vəsilə Allaha doğru vasitə axtarın, yəni itaətləri, öz yaxşı əməllərinizi, Allaha etdiyiniz itaətləri Allahın huzurunda vasitə qərar verin. Ya Quran-ı Kərimdə də bu barədə başqa ayə var. Həzrət İbrahim əleyhissalamla Həzrət İsmail əleyhissalam bilirsiniz ki, müqəddəs Kəbə evini, Beytullahdır, inşallah hazırlar bu yaxınlarda gezəcəklər, ziyarət edəcəklər. Allah hamıya qismət eləsin. İnşallah sağ-salamat gedib qayıtsınlar, əməllərini də Allah qəbul etsin. O Kəbə evini Həzrət İbrahim Peyğəmbər əleyhissalam, oğlu Həzrət İsmail əleyhissalamla birgə tikdi. Və tikəndə də Allah Teala buyurur Bəqərə surəsinin 127-ci ayəsində ki: "Və iz yerfa'u İbrahimul qavaide minel beyti və İsmail." Elə ki İbrahim peyğəmbərlə İsmail peyğəmbər o Kəbənin divarlarını başladılar qaldırmağa, kərpizi qoydular, kərpiz üstə tikirlər. Belə dedilər: "Rabbana, ey bizim Rəbbimiz, təqabbal minna, qəbul elə bizdən bunu. İnnəkə entəs-səmi'ul alim, sən eşidən və bilənsən." Yəni öz əməllərin Allahın huzurunda qəbul olunmaq üçün vasitə qərar verirdilər. İlahi, bu işi görürsən bizi və bizim bu əməlimizi qəbul elə. Ardıca burada Rabbana vəcəalna muslimən ləkə. Sonra dua edirlər ki, ilahi, bizi özvə müsəlman təslim olan qərar ver biz iki nəfəri. Və min zürriyyətina, bizim övladlarımızdan da qərar ver, ümmətən muslimətən ləkə. Sənə təslim olan ümmət qərar ver bizim övladlarımızı. Və ərinə mənəskənə və tubu aleynə, bizə göstər bizim ibadət tərzimizi və tövbə elə bizə tərəf, yəni qayıt bizə tərəf. Hər bir tövbəni ki, bəndə eləyir, Allah əvvəl inayət edir, o tövbə eləyir. İnsan peşman ki olur, ləyaqət qazanır buna ki, Allah ona qayıtsın, sonra o qayıdır Allaha. Bizdən qəbul et, innəkə əntət təvvabur rəhim, sən tövbəni çox qəbul edən və çox mehribansan. Öz əməllərin ki, Kəbəni tikməkdir. Tikdilər və istəklərini istədilər. Nəyin vasitəsini istədilər? Həmin o Kəbənin tikilməsinin vasitəsilə. Bunu Şeyx Abdülaziz İbn Baz da qəbul edir. Deyir ki, təvəssülün növlərindən biri, hansı ki, icazə var o təvəssül olsun, budur ki, salih əməllərə təvəssül eləyəsən. Necə ki, hədisdə gəlib, eşitmişsiniz bunu. Bir neçə nəfər tufana düşdülər, gəldilər, pənah apardılar bir mağaraya, sığındılar bir mağaraya. Həmin mağarada da bunlar bir müddət qalanda tufan elə şiddətləndi, Allah Teala elə bir şiddətli tufan göndərdi ki, qayalardan birindən böyük bir qaya parçası düşdü, mağaranın ağzını tutdu. Bunlar qaldılar içərdə. Necə eləyək? Adını öləcək burada, heç kəsə xəbər olmuyor. Hər yerdən ümidləri kəsildi. Allah rəhmət eləsin şəhid mütəhərini. Deyir ki, aqil adamlar ən yaxşı ümidi ümidsizlikdə tapırlar. Ən yaxşı ümid orada gəlir.
ən qarantili ümid, zəmanətli ümid. Dedilər, gəlin öz yaxşı əməllərimizdən danışaq, Allah Teala bizi qəbul eləsin. Başladılar danışmağa. Biri dedi ki, indi mən əhvalatı qısa deyirəm. Mən ata-anama hörmət eləmişəm, yaxşılıq eləmişəm. Məsələn, bir dəfə gəldim atamı oyatmağa gördüm, yatıb səhərə qədər dəymədim ona, oyatmadım. Sağ olsun. İlahi and verirəm bu əməlimə, bu qayanı bizdən uzaqlaşdı, qaya biraz atıldı. O biri dedi ki, mən bir dəfə bir qadın fürsət düşmüş ki, ondan qeyri-məşru işlə məşğul olum. Sənə görə eləmədim. Bu əməlimə görə biraz qayanı o tərəfə ver, biraz da getdi o tərəfə. Üçüncü dedi ki, ilahi, mən əmanətə xəyanət eləməmişəm bir dəfə. Qaya tamam getdi o tərəfə, bunlar çıxdılar. Bunu həmin o Şeyx Əbdüləziz ibn Baz deyir. Sonra da gedir ki, bəli, belə bir əhvalatlar da var ki, doğrudan da insan öz salih əməllərinə and versə Allahı, təvəssül eləsə öz salih əməllərinə Allah Teala qəbul edir və bu bütün müsəlmanlar tərəfindən qəbul olunan təvəssüldür. Bunu da İbn Baz qeyd eləyir. Həmin o bayaq dediyim kitabda Məzmun Fətava və Məqalat Mütənəvviə və hədisdə nəql olunur Sünən-i Tirmizidən, Tirmizinin sünənindən 3475-ci hədis, bayaq hədisin nəzdində. Və başqa bir alim var, cəmaat alimlərindən, kitabın adı Min Əsraril Qur'an, kitabın adıdır, 76-77-ci səhifələrdə bunu nəql edir. Alimin adı Mustafa Mahmud. Yazır ki, وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَ Allaha doğru vasitə qərar verin. Onun təfsirində yazır ki, hər bir insanın vasitəsi onun əməlidir. Və ən yaxşı əməl Peyğəmbərin dalıca getmək və onu bütün əməllərdə örnək qərar verməkdir. Bunları niyə deyirəm? Səbəbi var ha. Yəni, mən söhbəti hazırlayanda istəyirəm ki, bir zəmin hazırlansın, bazı hazırlansın sonra. Yəni, elə bilməyin təvəssül yerli, dibli qəbul olunmur ha. Sizi bəziləri qondarma sözlərindən çaşdırmasınlar. Görürsən, gəlir deyir ki, təvəssül şirkdir. Niyə? Allahdan başqasına kömək istəmək olar. Orada saxla onu. Qardaş, başıma dedim, dayan. Sənin təvəssülün şirk olmasının sübutun budur ki, Allahdan başqasına kömək istəmək olmaz. Eləmi? Çox gözəl. Quran deyir olar. Deməli, sən hələ İslamı yaxşı başa düşməmişsən. Hələ biz keçmirik o bəhsə ki, kimdən, nədən təvəssül almaq olar, nədən almaq olmaz. Fakt, təvəssül halaldır. Şək şübhə yox. İnsan eləyə bilər Allahı öz sifətlərinə and versin. İnsan eləyə bilər Allaha and versin öz yaxşı əməllərinə. Hansı ki, hələ bu əməli nə gündə eləyib xəbəri yoxdur. Həzrəti Əli əleyhissalam Xəndəq döyüşündə bir qılınc vurdu, bir nəfər kafiri öldürdü. Tarix boyu o qədər adamlar kafir öldürüblər. Peyğəmbər buyurdu ki, Darbatu Aliyyin yevməl Xəndəq əfdalı min ibadəti səqələn ilə yevməl qiyamə. Əlinin Xəndəq döyüşündə vurduğu zərbə qiyamətə qədər hamımızın ibadətlərinin üstündə, hətta cinlərin. Sən öz sınıq salxaq əməlivi gətirib əlinin əməlinə bərabər edirsən. Sonra deyirsən ki, bu əmələ xatir biraz ağıl işlər. Allah sənə buyurub ki, bunu elə, bunu eləmə. Bunu başa düş, bunu başa düşmə. Quranda nə qədər ayə dedik keçən dəfə? Əfəllə təqilun, niyə ağıllanmırsınız? Nə qədər ayə dedik bu barədə? Əgər ağıl qəbul olunası deyilsə, ilahi, məni niyə ağıla dəvət edirsən? Yox, qəbul olunasıdırsa, ağıl mənə deyir ki, mən nəkarəyəm Allahın huzuruna bu əməllə gedim. Xırda bir müqayisə. Biz namaz qılanda, o bir alim deyirdi, mən nə itirirəmsə namaz qılanda tapıram. Namaz qılanda yerini tapıram onu. Nə itirsəm namaz qılanda tapıram. Bu namazı Peyğəmbər qılsaydı, onun namazı qəbul olardı. O boyda Peyğəmbərsində bu namaz. Gör, bizim əməllərimiz nə gündədir. Sən bu əməllə gelirsən Allahın huzuruna, ilahi, mən namaz qılmışam, mənə kömək elə. Bir
Zat deyirdi ki, bir mömin deyirdi ki, gördüm ki, bir nəfər məsciddə namaz qılır, namazı qılıb qurtaran kimi ildırım sürətilə hoppanır o tərəfə. Sən niyə belə edirsən, namazı qıldın, qurtardın, bir təqib oxu, bir ziyarət oxu, bir dua elə Allaha. Deyir, alimlər deyirlər ki, sınıq salxaq namazı mələklər vurur insanın başına. Bu namazı ki, mən qıldım, 100% biraz alır başımı. Hoppanıram o tərəfə, dəysin yeri, başımı dəyməsin. Salavat Muhammed alim. Allahümme salli ala Muhammed. Təbii ki, məsum insanların əməlləri, müqəddəs insanların əməlləri, səhabi-i kiramın, əl-müntəcəbin, əl-mərdiyyin əməlləri sənin mənim əməlimdən üstündür. Mən onun məqamına Allaha and verim ya öz məqamıma, öz əməlimə. Deyərsən ki, əməl nədir, məqam nədir? Ay başıva dönüm sənin. Axı Quran deyir ki, Allah ta İləhi yərfəul kəlimut tayyib. İləhi yəs'adul kəlimut tayyib. Pak söz Allaha qalxır. Vəl əməlus salih yərfəu. Salih əməl o pak sözü qaldırır. İnsanın əməli, insanın mənəviyyatını yüksəldir, yüksəltmir. İnsanın mənəviyyatı özündən ayrıdır. Quran buyurur, vəllezîne utul ilm dərəcət. Bəzi ayədə buyurur ki, alimləri sayır, möminləri sayır. Demir ki, onların dərəcələri var. Buyurur ki, hum dərəcət. Onlar özləri dərəcədirlər. Mömin özü dərəcə olur bəzən. Nədən dərəcə olur? Əməl onu qaldırır da. Bu əməl əgər məni qaldırmayacaq, mənəviyyatımı yüksəltməyəcək, mən böyüməyəcəm, ilahi varlıq olmayacaqsa, bu əməlin faydası nə olur? Elə get cənnətdə bozbaşı qutarsın getsin. Ha, huri, qılman, kefdir. Allah Teala bunu yaradıb ki, bu da var. Cisimsən axı. Yəni, səndə nöqsan yoxdur ləzzət baxımından. Amma elə ləzzətlər var ki, hədisdə var ki, hurilər şikayət edir ki, ilahi, bu bizə fikir vermir. Deyir ki, o sizlik deyil. Ləzzət ayrı. O belə ləzzətlərdən, cisman ləzzətlərdən dahi qane olmaz. İnsan belə ucala bilir. Əmələ mən niyə and verirəm Allahı? Çünki əməl məni ucaldır da, əslində öz məqamıma and verirəm öz əməlimlə. İndi mən öz məqamıma and verirəm Allahı, ya Allahın övliyalarının məqamına. Başqa bir təvəssül ki, hamı tərəfindən qəbul olunur, Quran-ı Kərimə təvəssül eləməkdir. Bu müqəddəs kitabı. And verirsən Allah ki, ilahi. Bu Qurana xatir mənim əməlimi qəbul edə. Əhməd ibn Həmbəl nəql edir. Peyğəmbər buyurdu. Quran oxuyun və Quran oxumaqla, Quranın vasitəsilə Allahdan istədiklərinizi, hacətlərinizi istəyin. Bu da Əhmədin Müsnəd kitabında 4-cü cilddə 445-ci səhifədə. Bu da başqa bir növüdür. Qiyamət günü Peyğəmbəri vasitə qərar vermək. Bu da hamı tərəfindən qəbul olunur. Buxari Peyğəmbərdən nəql eləyir ki, möminlər qiyamət günü hamı yığışacaq bir-birinin ətrafına. Deyəcəklər ki, gedək Peyğəmbər bizə şəfaət eləsin. Gələcəklər Peyğəmbərin yanına, xahiş edəcəklər, Peyğəmbər də onlar üçün şəfaət eləyəcək. Demədilər ki, Peyğəmbərdən kömək, Allahdan başqasını kömək istəmək olmaz. Peyğəmbər qalsın orada, biz gedirik Allahın yanına. Qardaş, qayda var, qanun var, sistem var, disiplin var, oyun oyuncaq deyil ki, kainat. Sələfiyyə Fətva Şurası tərəfindən bu söz qeyd olunub. Qiyamət günü möminlər sıra ilə gələcəklər. Dedilər, ya Həzrəti Adəm əleyhissalam, bizə şəfaət elə. Ya Nuh əleyhissalam, şəfaət elə. Ya İbrahim, ya Musa, ya İsa əleyhissalam, şəfaət elə. Sığınacaqlar o peyğəmbərlərə, möminlər. Hamı deyəcək ki, bağışlayın, biz eləyə bilməyik. Bu, Sələfiyyənin Fətva Şurası tərəfindən yayılmış söz. Hamı üzr istəyəndən sonra Həzrəti İsa əleyhissalam deyəcək, gedin Muhammed sallallahu aleyhi və səlləmin huzuruna. Sallallahu ala Muhammed. Gedin ondan istəyin. Çünki o elə bir bəndədir ki, Allah Teala onun keçmiş və gələcək günahlarını bağışlayıb. Hamısını əfv eləyib. Peyğəmbər də səcdiyə düşəcək, deyəcək ilahi və rəbb. Bunları bağışdır. Bu, Sələfiyyənin Fətva Şurası tərəfindən Əl-Bidə' vəl-Muhaddəsət və mə lə əslə ləh kitabından götürülüb, 265-ci səhifə,
266-cı səhifə və Səhih-i Buxari 7440-cı səhifə, Səhih-i Müslim 193-cü hədis və Səhih-i Müslim 193-cü hədis. Burada həmin bu əhvalat hədis qeyd olunur. Digər bir təvəssül ki, hamı tərəfindən qəbul olunur, gəlir ümmətlə üstə darıxmayın. Peyğəmbər diri olarkən, bu dünyada olarkən, onun əsərlərindən təvəssül istəmək, onun yerindən, məkanından. Məsələn, Əhməd ibn Həmbəl nəql eləyir, Peyğəmbər dəstəmaz alanda, cəmaat onun dəstəmazının suyunu əldə eləmək üçün az qaldılar, bıçaqlaşsınlar. O deyirdi, mən gedəcəm, bu deyirdi, mən gedəcəm qabaq. Hələ Hüdeybiyyə sülhündə, Hüdeybiyyə sülhü zamanı. Bilirsiniz də Hüdeybiyyə sülhü 6-cı əsrdə Peyğəmbər gəldi ümrə ziyarətini yerinə yetirməyə, həcc ziyarətini yerinə yetirməyə. Müşriklər qoymadılar müsəlmanları Məkkəyə. Hüdeybiyyə adlı bir yerdə bunların müqavilələri, söhbətləri oldu, get-gəlləri oldu. O, Məkkə tərəfindən gələn nümayəndə elçi ki, qayıtdı sonradan Məkkəyə, soruşdular ki, sən necə gördün bu Peyğəmbəri, bu müsəlmanları? Axı, çox yerlərə elçi gedimsən, çox yerlərə nümayəndə heyətinə getmirsən, xarici ölkələrə, sultanların, padişahların huzuruna. Dedi ki, mən heç bir padişah, hökümdarı belə görməmişim. O dəstəmaz alanda müsəlmanlar qoymurdular onun dəstəmazından bir damcı yerə düşsün. Hamısını götürüblər, səpirdirir gözlərini. Siz bunlarla bacarmazsınız. Öz işinizi indidən bilin. Yəni, Peyğəmbərin dövründə, Peyğəmbərin dirliyi vaxtı Buxarı öz səhih kitabında 1-ci cilddə 55-ci səhifədə, Əhməd ibn Həmbəl Müsnəddə 4-cü cilddə 329-cu səhifədə qeyd edir ki, Peyğəmbərin səhabələri, müsəlmanlar ki, bəziləri iddia edirlər ki, Peyğəmbər səhabələri təvəssülü qəbul etmir. Həmin səhabələr qoymurdular Peyğəmbərin dəstəmazının suyu yerə düşsün. Bu da bir təvəssül ki, hamı tərəfindən qəbul olunur. Peyğəmbərin duasına təvəssül eləmək onun bu dünyada olduğu zaman. Bu da qəbul olunur. O, böyük şəxsiyyət dua eləsəydi, rədd olunmurdu. Ona görə də ham gedirdi, ondan xahiş edirdi. Hətta bizim Peyğəmbər deyir, Həzrət Yusuf əleyhissalamın qardaşları. O zaman ki, keçən dəfə qeyd elədik bunu. Yusuf əleyhissalama xəyanət elədilər. Axırda tövbə eləyəni gəldi, dedilər ki, qalu ya əbənə. Gəldi, dedilər ki, ayata. İstəğfirdən azına bənə. Bizim üçün bağışlanmaq istə, bizim günahlarımızın bağışlanmasını istə. İnna kunna xatiin. Biz günah etmişik, səhv etmişik. Yaqub Peyğəmbər də demədi ki, yox, eləyə bilmərəm, Allahdan başqasından kömək istəmək olmaz, gedin özünüz Allahdan istəyin. Buyurdu ki, qalə səvfə əstəğfirləkum. Bu yaxınlarda ya biraz uzaq keçmiş gələcəkdə sizin üçün istiğfar tələb edəcəyəm. Rabbi, Rəbbimdən, innəhu vəl-qafurur rəhim. O da bağışlayan və rəhimlidir. Peyğəmbərin duasına təvəssül edirdilər. Ya məsələn, indi başqa ayələr hələ bunlar qalsın. Başqa bir təvəssül Peyğəmbərin zatına təvəssüldür, hələ Peyğəmbər dünyaya gəlməmişdən. Diqqət edin. Peyğəmbərin zatına, şəxsiyyətinə təvəssüldür Peyğəmbər dünyaya gəlməmişdən. Böyük cəmaat alimi Hakim Nişaburi Müstədrək kitabında 2-ci cilddə 615-ci səhifədə belə bir əhvalat nəql edir. Həzrət Adəm əleyhissalam xəta eləyəndən sonra ərz etdi ki, İlahi, sənə an verirəm Muhammedin həqqinə məni bağışla. Allahümme salli ala Muhammed və ala Muhammed. Allah Teala buyurdu, ya Adəm, hardan bildin belə bir adam var? Kim öyrədi bu sözləri sənə? Həzrət Adəm ərzləri ki, ilahi, gəldim ərşin dayaqlarına baxdım, gördüm orada yazılıb ki, La ilahə illallah Muhammedun Resulullah sallallahu aleyhi və aleyh. Gördüm, onun adı sənin adının yanında yazılıb. Başa düşdüm ki, bu çox böyük bəndədir ki, sən öz adının yanında onun adını yazmışsan. Yəqin çox istəyirsən onu. Allah Teala buyurdu ki, bəli, səni bağışladım. O, sənin nəslindən olan sonuncu Peyğəmbərdir. Əgər olmasaydı, səni də yaratmaz.
Əgər onu yaratmasaydım, səni də yaratmazdım. Bu sözün özünün fəlsəfi mənası var. Bəziləri deyirlər ki, nə oldu deyə, o nə oldu deyənlər qoşanlar. Bu inşallah bir də bəhs edelim. Peyğəmbərlər və övliyalar diri halında onların həyatlarında, bu dünyada olduqları vaxt, diri deyəndə də adam qorxur deməyə. Bəzi sözlər indi adam həqiqətən qorxur deməyə. Söz formal yaranıb, ad yaranıb formal işarələri, əlamətləri bildirməyə. Bəzilər var ondan su istifadə edirlər. Deyəcəm diri, dedi bax görürsən, öləndən sonra deməli onlar ölürlər. Elə deyil məsələ. Bu dünyada olduğu vaxtlarda peyğəmbərlərə, övliyalara təvəssül eləmək olar. İbn Teymiyyə deyir. Tirmizi öz səhih kitabında yazır ki, peyğəmbər bir nəfərə əmr etdi ki, belə dua elə. Allahümmə inni əsəluka və ətəvəccəhu iləykə binəbiyyik. İlahi, səndən istəyirəm və bu istəyimdə üzümü tuturam sənin peyğəmbərvə tərəf. Diqqətimi yönəldirəm peyğəmbərvə tərəf. Bu da Məcmu'atur Rəsail vəl Məsail kitabında 1-ci cild 13-cü səhifədə qeyd olunur. Əbu Bəkir gəldi bir də peyğəmbərin huzuruna. Ərz etdi ki, mən Qur'anı öyrənirəm, amma unuduram. Neyniyim? Buyurdu, de. Allahümmə inni əsəluka bi Muhammedin nəbiyyik sallallahu aleyhi və sellem. Bu da qeyd olunur. Ət-təvassul ilə həqiqəti təvassul 310-cu səhifə Cami'ül Usul kitabının nəqlinə əsasən. Bunlar deməli, Allaha, onun zatına, adlarına, sifətlərinə təvəssül etmək, birinci, ikincisi, itaətə, imana, əməllərə təvəssül etmək, Quran-ı kərimə təvəssül etmək, peyğəmbərə qiyamət günü təvəssül etmək, peyğəmbərlər bu dünyada olarkən onların əsərlərinə təvəssül etmək, peyğəmbər dünyada olarkən onun duasına təvəssül etmək, peyğəmbər dünyaya gəlməmişdən onun zatına təvəssül etmək, peyğəmbərlərə və övliyalara onların diriliyi vaxtı təvəssül etmək. Bunlar hamı tərəfindən qəbul olunur. Hətta təvəssülün qənimi olan üləmadan İbn Teymiyyə qəbul edir. Yəni, o adamlar ki, iddia edirlər İbn Teymiyyə təvəssülü dibli, yerli, köklü qəbul eləmir, yalan iddia edirlər. İbn Teymiyyə hətta qəbul edir ki, peyğəmbərin diriliyində Allahdan başqasından kömək istəyəsən, Allahın huzurunda, desən ilahi, səndən xahiş edirəm filan kəsə görə mən kömək edim. Bu mümkün. O yerlər ki, mümkün deyil təvəssül. Hamı deyir ki, təvəssül eləmək düzgün deyil. Bütün müsəlmanlar. Bir, tağut qüvvələrinə, batil qüdrətlərə təvəssül eləmək. Quranda buyurur, yuridunə ən yətəhəkəmu ilə tağut və qəd umiru ən yəkfuru bih. Bunlar istəyirlər ki, geçsinlər batil qüdrətlərin yanında hakimlik istəsinlər onlardan ki, hakim olun, mühakimə edin bizim işimizi. Halbuki bunlara əmr olunub ki, batil qüdrətlərdən kömək istəməyin, onlara qarşı kafir olun. Batil qüdrətlərə qarşı küfran edin. Pis olun onlara qarşı, yaxşı olmayın. Bunlar gedib ondan kömək istəyirlər. Bütdən kömək istəyirlər və s. və ilə. Bu ayə Nisa surəsi 60-cı ayə. Digər bir ayə, digər bir məsələ, bütlərə təvəssül eləmək. وَيَعْبُدُونَ مِنْ دُونِ اللّٰهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَيَقُولُونَ هَؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللّٰهِ. Allahdan başqa elə varlıqlara ibadət edirlər ki, onlara nə ziyan vura bilir, nə xeyir verə bilir. Və deyirlər ki, bunlar Allahın yanında bizim şəfaətlərimiz. Bu da düzgün deyil, bütlər şəfaatçı ola bilməzdir. Bu da Yunus surəsi 18-ci ayə. Belə şeylər ki, məlumdur. O şeyi ki, Allah Teala qəbul etmir şəfaətçi kimi, başqa misallar vura bilərsən. Məsələn, var axı bəziləri görsən, avamlar, qapı döyülür, atırsan qapını. Nə lazımdır? Bəs mən hətta gedirəm, həzir boyun almışam ki, düşüb qapı dilənəm. Hayda adı beydə. Sən həcc edirsən, məndən niyə dilənirsən? Gəl pul ver də mənə. Görürsən ki, bizdə bir kişi vardı, Allahın rəhmətinə qovuşqunda, Allah rəhmət etsin dəmi möminləri. Onun bir buzovu var idi, danası. Bu Qarabağ döyüşü vaxtında
Bu boyun aldı ki, Qarabağı alaq, onda bu dananı qurban kəsərəm. Xəbəri yoxdur Qarabağın bəlasından. 1 il keçdi, 2 il keçdi, 3 il keçdi. Dana vurdu kəndi dağıtda, kişi bunu kəsb dağıtın geçsin. Kəsdilər onu, 300 neçə kilo ət verdi. Daha tökülür də, dana məhv olub gedirdi. Bu, batil nəzirdir də bu? Adam mümkünə boyun alardı, qeyri-mümkünə boyun almaz ki. Ya görürsən deyir ki, var da belə batil nəzirlər, indi məsələn, görürsən gəlir deyir ki, sən sağ aldın, hə, mən nəzir boyun almışdım, sən öz pulundan səni aparam, ziyarət orada benim qurban kəsəsin, deyir, təqli var. Mən bəlkə pulum yoxdur qurban kəsməyə, niyə mən boynuma qoyursan zoruna? Və yaxud var ki, görürsən, filan şey olsun, mən filan günah eləyərəm. Qeybət eləsə desə ki, ilahi, sana adı verirəm etdiyim qeybətə məni bağışla. Bu, batil təvəssüldür. Bu, heç kəs qəbul eləmir. Amma gəldik əsl məqsədə ki, ixtilaflı məsələlərdir. Onlar bundan ibarət. O təvəssülləri ki, bəzi müsəlmanlar qəbul edirlər, bu başdan qeyd edeyim ha sizə. Ərz edeyim ki, onlar ki, iddia edirlər, bu qeyd olunan təvəssüllərə təkdə Şiə məzhəbi, Cəfəri məzhəbi qaildir, Əhl-i Beyt tərəfdarları qaildir. Onlar yalan iddia edirlər. Yalnız sələfiyyə və bəzi sələfiyyə əqidəsində olanlar qail deyirlər. Qalan həddir. Allah qismət edin, gedəsiz, hadır görübdür. Bütün məzhəblərin nümayəndələri gəlirlər, fırranırlar Peyğəmbər qəbrinin başına. Can atırlar o minbəri ki, Peyğəmbərin müqəddəs qədəmi dəyib ora bir, çəksinlər ora bir. Gəlsinlər, iftixarla desinlər ki, mən getdim, o Peyğəmbər var, ha 14 əsr bundan qabaq dünyadan kötüb, kainatın əşrəfi. Əlimi toxundurdum onun minbərinə, həssət qalım. Əmr bir məruf komitəsi dayanıb orada, qamçı ilə. Haram, 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 haram. Şirk, haram, şirk, haram, şirk. Bütün müsəlmanlar istəyirlər bunu eləsinlər. Kəbənin səkisində şazrəvan deyirlər, dayanıblar sırayla. Ki, bu mənim qibləmdir, da bu yer üzündə bundan yaxşı yox, qoy əlimi sürtüm bir ona da, nə olar axı? Yeməyəcəm ki, qopartmayacam ki. Bütün səhabələr, Peyğəmbər o biri, bu biri, əllərin sürtülə daşı öpüblər o qara daşı, Həcərül Əsvədi ki, Allahla beyət edirik bu daşın vasitəsi ilə. Görürlər, yox, şirkdir bu. Allah-u Ekber. Yəni, təkcə Əhl-i Beyt tərəfdarları deyil bu təvəssülü qəbul edən. Əksinə, təkcə sələfiyyəri qəbul etməyən. Və bəzi sələfiyyə əqidəsində olan cəmaət. Hansılardırlar? Bir, Allahı and verəsən və təvəssül etsən Allaha doğru, Peyğəmbər və ilahi övliyaların məqamına onlar bərzəxdə olan vaxtdır. Onlar dünyada kötülər bərzəxdədirlər, ilahi and verən Peyğəmbərə olmaz. And verən imama qadağandır. Amma əksər müsəlman deyirlər ki, olar. İkinci, onlar bərzəxdə olan vaxtı onların dualarına Allaha and vermək. Ki, bəs, ya Rəsulallah, dua elə mənim üçün, mən, məsələn, nəsə Allahdan istəmək. Üçüncü, Peyğəmbər və övliyalar dünyadan keçəndən sonra onların əsərlərinə, qəbirlərinə, evlərinə, minbərlərinə və s. bu kimi şeylərə təvəssül eləmək. Bunun ən bariz nümunəsi, bayaq dediyim sözün, doğrudan da əksər müsəlmanlar bunu qəbul edirlər. Məsələn, Türkiyə dövləti 70 neçə milyon əhalisi var. Və onun da, mən bilən, 90% müsəlmandır, hamısı müsəlmandır da. 98% müsəlmandır. Nə qədər edir milyondan? 60-dan çox edir. 65 milyon hər təkcə Türkiyədə. 60 milyonu bilirsiniz, ən yüksək səviyyəli muzeyində nə saxlayır? Peyğəmbərin əbasını tükün. Bir dənə qılınc tapıblar, deyirlər, Həzrət Əli qılıncı saxlayırlar orada. Peçatı mührümə.
Necə iddia eləyə bilərsən təkcə sən qəbul edən? Hanı? Onlar Əhl-i-Beyt tərəfdarıdır. Düz Əhl-i-Beyt tərəfdarıdır, amma başqa formada. Əhl-i Sünnədirlər. Onlar qəbul edirlər bunu. Yəni, bunların sözü ən barizində getmədiyini. Yaxşı, doğrudan əgər təkcə Əhl-i-Beyt tərəfdarlardır və əqidən qəbul edən, vallahi, niyə pul xərcləyib maaş versən, onlara saxlasan Peyğəmbər qəbrinin kənarında sırayla ki, qoymayın, hacılar bura toxunsunlar. 3 milyon, 4 milyon hacı gəlir, hamısı müşrikdir. Həmin o müşrik hacılar olmasa, azından ölərsin. Gəlin bunları görək doğrudan da kimlər qəbul? Əvvələ qəbul edəmin dediyim kimi, Sələfiyyə Fətva Şurası qeyd edir ki, Peyğəmbərin özünə təvəssül etmək və ondan başqasını təvəssül etmək salihlərə, ənbiyalara icazə verilmir. Peyğəmbərə və onundan başqasına təvəssül etmək haramdır. Əl-Bidə' vəl-Muhaddisət və mə lə əslə ləh 265-ci səhifə. Yaxşı, biz nəyə görə deyirik ki, düzgündür? Təbərani Əl-Mu'camul Kəbir kitabında, cəmaət alimlərindən, öz səhih sənədi ilə Osman İbn Hüneyfdən belə nəql edir. Deyir ki, bir şəxs getmişdi Osman İbn Əffan ki, 3-cü xəlifədir. Onun yanında işi var idi, ona nəsə istəyirdi. O da qəbul eləmirdi. Diqqət eləmirdi ona. Nə üçünsə. Yolda rast gəldi mənə. Bunu Osman İbn Hüneyf nəql edir. Osman İbn Hüneyf başqadır, Osman İbn Əffan başqa. 3-cü xəlifə Osman İbn Əffandır. Bu sahabə Osman İbn Hüneyfdir. Deyir, mən yolda rastlaşdım, qardaş, niyə belə məhzunsan, qəmlisən? Dedi ki, bəs halı qəziyə belə, gedirəm, qəbul eləmir, gedirəm, qəbul eləmir. Deyir, mən ona dedim ki, ged bir dənə su tap, dəstəmaz al, ged məscidə 2 rükət namaz qıl. Namazdan sonra denən ki, Allahümmə inni əsəlukə, ilahi, mən səndən istəyirəm, və ətəvəccəhu iləykə və sənə doğru yönəlirəm, binəbiyyikə Muhammedin sallallahu aleyhi və aleyhi və səlləm. Bu kişinin vasitəsilə səndən istəyirəm. Nəbi-i rəhmət Peyğəmbəridir. Sonra yenə deyir ki, ya Peyğəmbər adını çəkir, inni ətəvəccəhu bikə ilə Rəbbi fətəqzili hacəti. Mən sənə diqqət, sənin vasitənlə Allaha yönəlirəm, Allaha doğru. Sən mənim hacətimi rəva elə. İstə Allahdan versin mənim hacətimi. Osman ibn Hüneyf deyir. Mən bu sözü öyrətdim ona. Kişi getdi, əməllər yenitirdi. Sonra getdi Osmanın evinə. Dərhal qapı gəldi, dedi ki, Osman səni çağır. Osman da onu çağırdı, çox hörmət elədi. İstədiyin yerini etib, dedi ki, mən indi sənin istədiyin yadına düşdü. İndi yadıma düşdü ki, sən məndən isə istəmişdin. İndi yadıma düşdü o. Sənin hacətin mənim indi yadıma düşdü. Bundan sonra nə vaxt nə istəsən gəlmən yanına. O, təvəssüldən sonra. Osman ibn Hüneyf deyir, mən bunu özümdən deməmişdim o kişiyə. Hadisə belə olmuşdu. Bir gün Peyğəmbərin huzurundaydım. Bir kör kişi gəldi. Dedi ki, ya Rasulullah, gözüm görmür, mən neyniyim axı? Hərəkət edə bilmirəm. Peyğəmbər buyurdu ki, səbr elə, dözümlü ol, savabı var. Dedi, yox, mən istəyirəm ki, kömək edəsən mənə. Peyğəmbər bunu öyrətdi. Git, namaz qıl, 2 rükət, sonra dua elə ki, ilahi. Peyğəmbərin haqqına mənim bu istəyimi ver. Bu hədisi nəql eləyənlər. Hakim Nişaburi Əl-Müstədrəku aləs-Səhiheyn 3-cü cild 108-ci səhifə. İbn Abdülbir Əl-İsabə 4-cü cild 382-ci səhifə. Əbu Nəim İsfahani Hilyətül Övliya 3-cü cild 121-ci səhifə. Zəhəbi Siyər-i Ə'lamin Nübəla 2-ci cild 118-ci səhifə. Hafiz Heysəmi Məcmə'uz Zəvaid 9-cu cild 256-cı səhifə. Müttəqi Hindi Kənzül Ümmal 13-cü cild 636-cı səhifə və başqaları. Hamısı da əhl-i sünnə alimləridir. Bir dənə də hədis deyim, görürəm vəlvələ düşüb daha getmək vaxtı. Darimi Sünən kitabında Əbul-Cəvzadan nəql edir. Mədinədə möhkəm qıtlıq yaranır. Darimi və ya Darəmi Sünən yazanlardan biridir. Öz kitabını nəql edir. Cəmaət gəldilər Ayşə xanımın yanına ki, bəs neyə biz? Ölür yazından. Ayşə xanım dedi, gedin,
Peyğəmbərin qəbrinin üstünü açın. Oradan bir baca düzəldin ki, düz səma ilə oranın arası açıq olsun. Sonra Həzrəti Peyğəmbərin qəbrindən göy fasilə olmasının arasında sonra dua eləyin ki, ilahi Peyğəmbərin xətrinə, Peyğəmbərin qəbrinin xətrinə bizə kömək elə. Yazırlar ki, elə yağış yağdı ondan sonra. Hər tərəf yaşıllığa qərq oldu. Bu hədisi nəql eləyib həmin Darəmi Sünən kitabında 1-ci cilddə 43-cü səhifədə. Bəzi alimlər bu hədisi qəbul edə bilər. Məsələn, Əlbani ki, ümumiyyətlə Peyğəmbər öləndən sonra təvəssülə qail deyil, o deyir ki, bu hədisi nəql eləyənlərin içində Səid ibn Zeyd var. Səid ibn Zeyd də zəif adamdır. Ona görə də hədis zəifdir. Amma düzgün buyurmur. Niyə? Birincisi, Buxari, İbn Səd, Əbu Zərə, Əbu Zəfər Darəmi və bir çoxları əhl-i sünnət alimlərindən onu mötəbər adam hesab edirlər. Onu hədislərini qəbul edirlər. Təhzib-ül Təhzib kitabına müraciət eləyin, orada görərsiniz. 4-cü 29-cu səhifə. İkinci məsələ bundan ibarətdir ki, həmin bu adam ki, bunu qəbul eləmirlər, həmin adamdan əhl-i sünnə kitablarında yüzlərlə hədis nəql olunur. Onda görə bütün hədislər hamısı geçsin, sual işarəsinin altına. Əgər o adamın zəifliyinə görə bu hədis qəbul olunmursa, indi bəhsin yarısı qalsın, vaxt çox çəkdirə bilir ki, bir dənə də sizə söz deyim. Biz əqaid elmində deyirik ki, biz ki deyirik, Allah birdir, iki ola bilməz, Allah adildir, filan. Bu sözlər bizim zehnimiz üçündür. Ha, Allah elə Allahdır. Qəbul elə, eləmə, səni Allah yaradır. Qəbul elə, eləmə, Allah ədalətlə iş görür. Və s. və ilə axır. Biz qeyd edirik. Və təvəssül, filan, bəsməkən, bunlar 14 əsrci müsəlman tarixində bütün müsəlmanlar tərəfindən qəbul olunan şeylərdir. Sadəcə olaraq bəziləri çıxıblar ki, deyirlər ki, biz 2-3 əsrdir başa düşmüşük ki, bütün müsəlmanlar səhv edilmiş. Hardan başa düşmüşsünüz? Belə hədisləri öz istədiyimiz için məna edir, oradan başa düşmüşük. Biz onlara görə deyirik ki, belədir. Əslində təvəssül yerində, əslində laf belə bir nəfər müsəlman olmasın, adi normal alim olsun, tədqiqat olsun, insan olsun. İnsan da bu adam filosofdur. Bir tərəfin yanına gedəndə o tərəf nə qədər əzəmətli olsa, nə qədər ləyaqətli olsa, böyük olsa, adam nəsə eləyir ki, mən elə belə getməyim onun huzuruna. Adi bir dostumun evinə deyirsən ki, bu əli boş getməyək də, yaxşı deyil. Bu insani bir hərəkətdir, insani bir işdir. Əgər desən ki, Allahın ehtiyacı yoxdur, hədiyyə, təvəssülə filana, Allahın gör namaza ehtiyacı var. Allahın nə ehtiyacı var ki? İnşallah bu bəhsin davamı qalsın gələn dəfə, Allah Teala bizə o bəsirəti versin ki, biz həqiqətləri görə bilək. Allah Teala bizə o bəsirəti versin ki, feylə uyub müsəlmanlar arasında nifaq salmaqdan uzaq olaq. Allah Teala bizə o bəsirəti versin ki, o adamlar haqqı başa düşmürlər, onlara haqqı başa sala bilək. Allaha and veririk o andlara ki, o andlara görə dualar rədd eləməz. Allah Teala İmam-ı Zaman əleyhissalamı tezliklə yetirsin. O ağanın vücudun bəladan, yerin göyün şərrindən uzaq eləsin. Allah Teala öz inayəti ilə İmam-ı Zaman əleyhissalamın lütfü mərhəməti ilə bizləri dünya və axirətdə öz huzurunda üzü qara eləməsin. Salavat-ı Muhammed Ali Muhammed.